Dəqiqələrdə biz Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının fəaliyyətindən danışacağıq, əziz tamaşaçılar. Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının əməkdaşı İsa Qasımov verilişimizə təşrif buyurub. İsa bəy, xoş gəlmişsiniz, salamlayırıq sizi ürəkdən. Necəsiz, əhval-ruhiyyəniz necədir? Sağ olun, sağ olun. Yeni gündə, yeni əhval-ruhiyyə ilə hər kəs salamlayıram mən də. Laf yaxşı, təşəkkür edirik. Əvvəla bir açıqlayaq Yüksək Texnologiyalar Parkı anlayışını, onun yaradılmasında məqsəd nədən ibarətdirsə mənim zəhmət olmasa? Ümumiyyətlə, geniş konseptdə danışmaq olar, amma qısaca olaraq deyək ki, cəmiyyətdə baş verən hadisələrə, bazarda baş verən hadisələrə daha erkəndən cavab tapmaq, o cümlədən innovativ yanaşmalarla daha asan, daha səmərəli yollar tapmaq, yeni texnologiyaların tətbiqi ilə, belə deyək ki, bəzi sahələrdə xərcləri azaldaraq xərclərin azaldılmasına baxmayaraq keyfiyyətin artırılmasına nail olmaq və s. Ümumilikdə, belə deyək, bu bizim cəmiyyətə tanış anlayışdır ki, innovasiya iqtisadiyyatı, innovasiya iqtisadiyyatına və intellektual yanaşmaya nail olmaq. Yəni, bu aspektdə desək, Yüksək Texnologiyalar Parkının yaradılması, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası tərkibində, o cümlədən digər nazirliklərin birisi tərkibində Yüksək Texnologiyalar Parkı var. Bunların hamısının yaradılmasında əsas missiya, əsas məqsəd Azərbaycanda Cənab Prezidentin neft kapitalının insan kapitalına çevrilməsi, yəni intellektual kapitalın inkişaf etdirilməsi aspektində, o deviz əsasında ortaya çıxan yanışmalardır və bu dünyada isbatını tapıb, hansı ki, dünyanın inkişaf etmiş ölkələrində öz isbatını tapıb. Burada elmi tədqiqat işlərinin nəticələri, araşdırma işlərinin nəticələrinin biznesdə birlikdə dəyərləndirilməsi, yəni kommersiyalaşdırılması və dolayısıyla cəmiyyətdə daha rahat, daha ekoloji təmiz, o cümlədən düzdür, bunun başqa müzakirə, ekoloji təmiz məsələsi başqa şəkildə də müzakirə oluna bilər. Ancaq daha səmərəli yolların tapılması, daha asan yolların tapılması. Burada işin içinə biznesdə girdiyi üçün müzakirələrin növbəti aspektində deyə bilərik ki, insanoğlu, ümumiyyətlə bəşəriyyət, insanlar daha yaxşı yaşamağa meyillidirlər və təbii ki, elmi tədqiqatçılar və o cümlədən burada startapçıları xüsusilə vurğulamaq lazım. Startapçılar insanların bu yanaşmalarını, bu xarakterindən irəli gələn məqamları doğru dəyərləndirərək insanlara daha üstün, daha innovativ xidmətlər, məhsullar təklif edərək bazarda yeni şirkətlərin formalaşmasına və ya şirkətlərin daha sürətli böyüməsinə və ya rəqabətə davamlılığının artırılmasına səbəb olan addımlar ata bilirlər. Dediyim kimi, geniş aspektdədir. Əsas məsələ cəmiyyətə tanış olan bir anlayış şəklində deyim ki, innovasiya iqtisadiyyatının formalaşdırılması üçün ən vacib məqamlardan biridir. Lap yaxşı. İsa mən, bəs bu məqsədə, dediyimiz məqsədə çatmaq üçün sizin tərəfinizdən hansı işlər görülür, nə kimi planlar var, layihələr var? Bunu bir açıqlayaq tamaşaçılara. Əlbəttə, yəni qısaca olaraq deyim ki, məlumdur ki, Azərbaycan Milli Elmlər Akademiyası tərkibində qurulan Yüksək Texnologiyalar Parkı 8 noyabr 2016-cı il Cənab Prezidentin müvafiq sərəncamı ilə qurulub. Bu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində qurulmasında əlbəttə ki, xüsusi bir mənası var. Çünki istənilən halda Yüksək Texnologiyalar Parkında arzu edilən nəticələrin əldə olunması üçün elmi araşdırma, elmi tədqiqatlar mütləq mənada lazımdır. Nəzərə alsaq ki, Azərbaycanda ən böyük elmi araşdırma, elmi tədqiqat institutlarının şəbəkəsini bir araya gətirən, ən güclü laboratoriya imkanlarına, yerli və regional, o cümlədən qlobal məsələdə ən güclü, belə deyək, network, işgüzar çevrəyə malik olan qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır və bunu düşünəndə əlbəttə ki, akademiyanın tərkibində yüksək texnologiyanın qurulması anlaşılandı və tamamilə doğru qiymətləndirilən məqamdır. Burada əlbəttə ki, ayrı-ayrı akademiyanın tərkibindəki ayrı-ayrı institutlarda həyata keçirilən elmi tədqiqat işlərinin kommersiyalaşdırılması, sənayenin və ya iqtisadiyyatın ayrı-ayrı sahələrində tətbiqini təmin etmək, yəni nəzəri məsələlərlə yanaşı praktiki təcrübə və tətbiqi məsələləri inkişaf etdirməz. Bu aspektdə də kommersiyalaşdırma və ümumilikdə yenə ölkənin innovativi və ya ölkədə innovasiya iqtisadiyyatının formalaşdırılmasına, ölkənin innovativ inkişafına öz töhfəsini verməkdir. Universitetlərlə münasibətlərdən bir balaca toxunsaq, danışsaq, yerinə düşər zənnimizcə. Tamamilə doğru vuruladı. Təşəkkür. Ümumiyyətlə, nəzərə alaq ki, Azərbaycanda elm və təhsilin inkişafında əsas öhdəçilik və öhdəçilik daşıyan iki böyük qurum var. Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası. Hər ikisində kadr hazırlığı da var, elmi tədqiqat işləri də var. Biraz peşəkar
bazarın dili ilə desək, hər iki xidmətin, yəni hazırlanan kadrında elmi tədqiqat işləri nəticələrində alıcıları, müştəriləri və ya istifadəçiləri bazardır, iqtisadiyyatın müxtəlif sahələridir. Burada bu iki qurum bir-birinin işini tamamlayır. Yəni həm təhsil, həm elmi tədqiqatlar bir-birinə çox inteqrasiya etmiş sahədir. Ona görə biz həm Təhsil Nazirliyi, o cümlədən Təhsil Nazirliyinə bağlı və ya özəl və ya dövlət universitetləri ilə ciddi əməkdaşlıq etmək bizim qarşımıza qoyulan əsas hədəflərdəndir. Çox güman ki, biz bir yaxın növbəti aylarda, yəni tədris ilinin başlanğıcı ilk aylarında bunu elan edəcəyik ki, ümumiyyətlə elm təhsil biznes platformasının formalaşdırması bu aspektdə yüksək texnologiyaların inkişafı aspektində, elmin kommersiyalaşdırılması aspektində, o cümlədən universitetlərdəki gənclərin, o yeni innovativ, kreativ, yaradıcı gənclərin startaplarının inkişafı vaxtında biz ciddi əməkdaşlıqlar planlaşdırırıq. Və bu əməkdaşlıq aspektində biz təkcə Təhsil Nazirliyinin və onun o cümlədən digər universitetlərin fəaliyyətə cəlb olması yox, burada digər tərəf əhəmiyyət investorları, iri və kiçik, orta və iri sahibkarların prosesi cəlb olması, hər bir tərəfin öz mövqeyi və maraqları var. Biz geniş aspektdə bunu düşünürük və belə də olmalıdır. Demək, gənclərin bu işə cəlb olunması əlbəttə, bu iş olduqca vacib məsələlərdən. Bilirsiniz, dediyiniz kimi kreativ, düşüncəli gənclərimizin yeni ideyaları burada özünü göstərməlidir. 5 il sonraki bazar istər Azərbaycanda, istər dünyada indiki kimi olmayacaq yəqin ki. Özümüz də görürük ki, çox sürətlə dəyişir. Yəni əlbəttə istehlakçıların tələbləri dəyişdiyi üçün istehsalçılar da o tələblərə uyğun məhsul və ya xidmət istehsal edirlər və nəzərə alsaq ki, dünyada texno sahibkarlar hansısa ki, yüksək texnologiya parklarında formalaşdırır, oradakı ekosistemdə formalaşdırılır texno sahibkarlar. Bir var sahibkar, var texno sahibkarlar. Yəni bu texnologiya əsasən öz biznesini, öz işini qurub inkişaf etdirən sahibkarlardan söhbət gedir. Texno sahibkarlar, belə bir məsələ var ki, texno sahibkar təkcə öz xidmət və ya məhsulunu, satacağı xidmət və ya məhsulunu hazırlamamalıdır. Texno sahibkar həm də istifadəçisi və ya müştərisini hazırlamalıdır. Və biz dünyadakı texno sahib, Google olsun, Twitter və ya Facebook gündəlik əksəriyyətinin istifadəçisi kimi şirkətlərin, onlar texno sahibkarlardır və onları qurucular texno sahib. Biz görsək ki, diqqət edəcək, çox qısa bir arayışdan görə bilər ki, onlar öncə müştərilərini hazırlayırlar. Bəli, bazara təqdim edəcək xidmət və məhsullarına müştərilərini hazırlayırlar və bu həm o aspektdən, eyni zamanda da ümumiyyətlə belədir ki, bəşəriyyətdə qloballaşmanın təsirindən, informasiya cəmiyyətinin təsirindən istehlaki tərəfləri çox sürətlə dəyişir. Ona görə biz nəzərə alsaq ki, 5 il, 10 il sonraki bazarda hansı aktivlər olacaq, aktiv kimlər olacaq, indiki gənclər olacaq, yeni yetmələr olacaq, hansı ki onlar 5 il sonra bazarın aktivləri olacaq və o aktivlərin bir qismi istehlakçı olacaq. Təbii ki, bir qismi də istehsalçı. Yəni, istehsalçılar yenə istehlakçıların tələblərinə, onların görmək istədiyi rəngə, quruluşa, yanaşmalara uyğun məhsul və ya xidmətlər çıxartmalıdır. Yəni, hal-hazırda 70-80-ci il, 1970-80-ci illər məhsulları, deyək ki, avtomobil bazarından görərik ki, yeni məhsullar daha çox cəlb edicidir və rəqabətə davamlıdır. Əlbəttə ki, heç müqayisə olunmayacaqdır, biz bunu özümüz görürük. O cümlədən 10 il sonra da bazarda bu cür dəyişikliklər realdır, labüddür və ona görə də gəncləri bu işə dəvət cəlb olunması çox əhəmiyyətlidir. Amma burada bir məsələ var. Elmi tədqiqatların aparılmasında orta və yuxarı nəslin təcrübəli insanlarına prosesi cəlb olunması həmişə faydalıdır və belə olmalıdır. Biz işimizi bu aspektdə qururuq. Təbii, bu belə deyək də balans qurulmalıdır. Yəni, balans burada ona görə lazımdır ki, o insanların yüksək təcrübələri var, onların yüksək mentorluq qabiliyyətləri var. O mentorlar olmadığı halda, güclü mentorlar olmadığı halda startupların inkişafında da əlbəttə ki, problemlər yaranır. Və onların ən ciddi ehtiyac duyduqları startuplar əslində pul deyil. Yaxşı mentor dəstəyidir. Yəni, bu bazarda buna smart money deyirlər, yəni ağıllı pul deyirlər. Yəni, mentor xidmətləri bir mənada ağıllı puldur. Yəni, nə qədər ki, investorun pulu lazımdır startuplara və ya kommersiyalaşdırıla bilən işlərin inkişafına, yaxşı bir tədqiqat işi ola bilər. Ancaq o bazarın tələblərinə uyğun hazırlanmadığınız uğurlu olmayacaq təbii ki. Ona görə mentorlarla birlikdə bu məsələnin aparılması bu daha riskləri azaldır, daha yaxşı nəticələr verə biləcək. Doğru, tam doğru vurğuluyursunuz. Səməm, yeri gəlmişkən biz bildiyimiz qədərilə təhsildə yüksək texnologiyalar parkı ideyası da sizdə olub, deyilmi? Düzgün izah elədim. Bir buna yanaşmanızı öyrənək. Ümumiyyətlə, təhsildə yüksək texnologiyalar
yenə də qeyd etdiyim kimi biz Azərbaycan olaraq inkişaf istiqamətlərimizdə dünya təcrübəsi önəririk. Bu istər Amerika Birləşmiş Ştatlarında olsun, istər Qərbi Avropa, Mərkəzi Avropa, istər də Yaponiya, Cənubi Koreya, Çin və ya Hindistan timsalında, İsrail timsalında bu özünü isbat etmiş sahələrdir. Təbii ki, isbat olunmuş sahələr bizdə dünyaya inteqrasiya baxımından, eyni zamanda dünya ölkələri hansı formatda buna nail olublar. Əlbəttə ki, onları araşdırırıq. Azərbaycandakı təbii resursları, Azərbaycandakı insan resurslarına, Azərbaycanın geosiyasi resurslarına və digər resurslarına əsaslanaraq bunları Azərbaycanda tətbiq edib inkişaf etdirmək istəyirik. Niyə təhsildə yüksək texnologiya? Təhsil olmadığı şəkildə öncə öyrənilməli, biliklərə sahib olunmalı, ondan sonra onları bacarıqlara çevirməliyik. Yəni, elmi tədqiqatların, yaxşı elmi tədqiqat olması lazımdır ki, texnopark formalaşsın. Yaxşı elmi tədqiqatlar, konseptual elmi tədqiqatlar, bazarın tələb və ehtiyaclarına uyğun elmi tədqiqatlar aparılmadığı təqdirdə texnopark formalaşdıra bilməz. Amma elmi tədqiqatçı o arzu olunan elmi tədqiqatların formalaşdırması, qarşı o ehtiyacların tapılıb qoyulması üçün komanda lazımdır. Bu komanda təhsil sistemində formalaşdırılır. Yəni o cümlədən ona görə universitetlərdə, ümumiyyətlə təhsil müəssisələrində də bu yanaşmaların ortaya çıxarılması çox aktual və lazımlıdır. Hal-hazırda inkişaf etmiş ölkələrdə sahibkar universitet və ya elmi tədqiqat əsaslı universitetlər formalaşır. Hansı ki, onların rəqabət gücü, onların reytingləri çox sürətlə inkişaf edib. Onlar həm də maliyyə baxımından da çox güclü qurumlara çevrilir. Nəyin hesabına? Əlbəttə ki, bu yenilikçi yanaşmaların, insanlardakı təşəbbüslərin qiymətləndirib, yəni qiymətləndirən bir nəfərdə, iki nəfərdə təşəbbüs qiymətləndirilirsə, digərlərində stimul olur və insanlar belə deyək, məcazi formada, mən bunu bu formada deyirəm, belə deyək, qeyri-profesional formada desək, əslində bu profesional formadır bəlkə də, tapşırıq gözləmirlər ki, mənə kimsə nəsə desin, mən onu eləyim. Özü problemlərin həllinə. Yəni, bir var yaxşı bilən, bir də var problem həll edən. Yəni, problemləri daha asan yollarla həll edən. Yəni, bu aspektdə insanlarda təşəbbüskar ruhunu inkişaf etdirir. Yəni, deyək ki, universitetlərdə və ya akademiyanın tərkibində magistr hazırlığı işində, ümumiyyətlə kadr hazırlığı işində bir var mövcud kurikulum qaydalarını olaraq proseslər hazırlanır. Bir də var mövcud kurikulum qaydaları və o deyək ki, mühazirə oxuyanların və ya müəllim, professor müəllim heyətinin məsələyə daha təşəbbüskar yanaşaraq bazardakı dəyişiklikləri nəzərə alaraq addımlar alması. İstənilən halda bugün nəşrdən çıxan kitab artıq sabah üçün müəyyən mənada köhnədir. Yəni bazar çox sürətlə dəyişir. Ona görə bu təşəbbüskarların yanaşması həmişə bazarın tələblərini doğru qiymətləndirərək elmi tədqiqatların yanaşmasına gətirib çıxaracaq. Aydındır. Biz təbii ki, bu məsuliyyətli işinizdə sizə müvəffəqiyyət arzulayırıq. Səməm, təşəkkürümüzü bildiririk gəldiyiniz üçün. Uğur sizinlə olsun daim. Sağ olun, minnətdaram.